Salam, bugün UAMO, yəni Ulusal Antalya Matematik Olimpiyatlarının 1998-ci il düşən lise 1-2-yə, yəni düşən ikinci aşama suallarının izahına baxırıq. Deyir ki, 4 ardıcıl natural ədədin hasinin heç vaxt bir tam kvadrat ola bilməyəcəyini isbat edeyim. Məsələn, bu ədədə bir A ədədi deyək və bunu da 4 dənə ardıcıl ədəd götürək. K plus 1, K plus 2, K plus 3-ün hasil şəklində yazaq. Sonra vurarkən gəlin K ilə K plus 3-ü bir qruplaşdıraq, bunları isə bir qruplaşdıraq və bu zaman əldə edərik ki, K kvadratı üstə gəlsin 3K, bunların da hasilini əldə edirik ki, K kvadratı üstə gələk 3K plus 2. İndi məsələn, baxın, K kvadratı üstə gələk 3K-ya T deyirəm. İndi T ilə T plus 2-nin hasili necə olur? T kvadratı üstə gələk 2T. İndi bunların hasili də bu şəkildə olacaq. K kvadratı üstə gələk 3K-nın kvadratı üstə gəlsin 2 vurulsun K kvadratı üstə gələk 3K şəklində olacaq. Baxın, buna görə. Bunu silim, bu göstərmək üçün dedim. Biz məsələn bura 1 əlavə edib, bir də 1-i çıxa bilərik. Bu zaman bu ifadə bu formaya düşər. Burada bir tam kvadrat görürük. Yəni K kvadratı üstə gələk 3K plus 1-in kvadratı. Bu ifadə onu verir, çıxılsın 1. Gəlin bu K kvadratı üstə gələk 3K-ya bir T deyək. Bu zaman belə formaya düşəcək. T kvadratı bərabərdir K kvadratı üstə gələk 3K-nın kvadratı. Bu da A-dan bilirik ki, kiçikdir. A-da nə idi? K kvadratı üstə gələk 3K üstə gələk 1-in kvadratı çıxılsın 1. Bu da nədən kiçik olacaq? Bu da T üstə gələk 1-in kvadratından kiçik olacaq. Deməli, biz ən sonda bunu yekunlaşdırsaq, belə bir ifadə alırıq ki, T-nin kvadratı kiçikdir. Yəni T-nin kvadratı bəli A-dan kiçikdir. A da T plus 1-in kvadratından kiçikdir. A indi T kvadratından T plus 1-in kvadratı arasında yerləşirsə, buradan açıq aydın görünür ki, A heç bir tam kvadrat ədəd ola bilməz. Həm də bizə deyirdi ki, doğalsa, yəni bunlar natural ədədlər çoxluğundan söhbət gedirsə, yəni burada A heç cür tam kvadrat bir ədəd ola bilməz və bu da bunun isbatını tamamlamış olaraq. Yarıçap radius deməkdir. Deyir, radiusu 1 santimetr olan bir çevrə üzərində, gəlin çevrə çəkək. Deyir, rastgele 100 nöqtə işarələnib. Məsələn, biraz göstərək. Aha, 100 dənə nöqtə var. Deyir, çevrə üzərində bütün işarələnmiş nöqtələri olan uzaqlıqları, yəni məsafələri toplamı 100 santimetrdən böyük olacaq şəkildə ən az bir nöqtənin olduğunu deyir, göstərin. Gəlin bir dənə diametr çəkək. Diametr və bunun uclarına da bir A və B nöqtələri deyək. Və burada bir üçbucaq bərabərsizliyinə görə, məsələn, hər hansı bir nöqtənin AB-dən, yəni bu məsafə radius 1-dirsə, diametr 2-dir. Məsələn, bunlar arasında olan məsafə, hər hansı bir nöqtə arasında olan məsafələrin cəmi 2-dən böyük olacaq. İndi 100 nöqtə olduğuna görə ümumi məsafələrin cəmi ən az 200 olacaq. Yəni 200-dən böyük olacaq. İndi A ya da B nöqtəsindən hər hansı birini seçsək, 200-ü 2-yə bölsək 100. Ən azı 100-dür. Yəni 100-dən böyük olmalıdır hər hansı bir nöqtə arasındakı məsafə. Yəni, məncə çox asan sual idi. Keçək 3-cü suala. Bu sual maraqlı sualdır. Bunun həm biz 2 sualın həllini verəcəm. Birinci sual daha rahatdır mənim fikrimcə. O, ədədi orta böyük bərabərdir, harmonik orta bərabərsizliyindən irəli gələcək. İndi burada gəlin elə onunla yazarıq. Gəlin elə yazaq ondan, sonra da digər üsulu göstərəcəm. İndi harmonik ortada necə idi? Bunların tərsini alırıq. 1 bölək 1 üstə gələk x, üstə gələk 1 bölək 1 üstə gələk y, üzərinə gəlsin 1 bölək 1 plus z. Və sürətdə də bunların sayı olurdu. Böyük bərabərdir. İndi ədəd ortanı yazaq. Bunların cəminin
sayılarına olan nisbətinə 3-dən. İndi burada da bu da deməli böyük bərabərdir 2-dən. Buradan elə tapılır, bariz görünür ki, bu bərabərsizlik ödənir. İndi gəlin ikinci üsulunda yazmağa çalışaq. İkinci üsul necədir? Məsələn, burada 1 plus x görürük. Buna bir a desək, 1 plus y-ə bir b desək, 1 plus z-ə də bir dənə c desək. Bu birinci üsuluydu. İndi ikinci üsula keçirəm. C desək. İndi bunları gətirib yerinə qoysaq, baxın bu bərabərsizlik verilmişdi də. A plus B plus C-nin cəmi. Deməli, hər tərəfdən 3 çıxsaq, yəni buradan 3 çıxsaq, buradan 3 əlavə eləsə 3 plus 3, yəni 6-dan, bu 6 edir də, 6-dan kiçik olmalıdır. İndi gəlin ifadəni birinci A-ya bölək, sonra B-yə, sonra C-yə bölək. Yəni 1 üstəgələk B bölünsün A, yəni bax burada. Üstəgələk C bölək A, kiçikdir 6-dan. 6 bölək A-dan A-ya bölürəm. Sonra ikinci olaraq A bölək B, B-yə bölürük. Üstəgələk 1, üstəgələk C bölək B, kiçik bərabərdir 6 bölək B-dən. Birinci A-ya, sonra B-yə, sonra da C-yə bölürəm. A bölək C üzərinə gəlsin, B bölək C üzərinə gəlsin 1, kiçik bərabərdir 6 bölək C-dən. Bunları indi tərəf-tərəfə toplamalıyıq. İlk öncə belə bir qeyd deyək ki, məsələn, hər hansı bir MN ədədləri üçün bu 2-dən böyük bərabər. Yəni, bu adi bir şeydir. Həm ədəd orta həndəsi ortadan çıxa bilər. Həm də ki, koşidən də görünür. Bunun asan bir şeydir. İndi burada toplayarkən alırıq ki, 6 vurulsun 1 bölək A, üzərinə gəlsin 1 bölək B, üzərinə gələk 1 bölək C, böyük bərabərdir. 3 üstə gələk, deməli, neçədən 3 dənə də 2. Bu da 9 deyir. Yəni buradan da belə, buradan da isbat çıxır. Yəni 2 üsulla da isbat eləmək mümkündür. Sonra gəlin keçək həndəsə sonuna baxaq. Deyir ki, tərəfinin uzunluğu 1 sm olan ABS eşkenar bərabər tərəfli deməkdir. Üçbucağının AB tərəfi üzərində yəni çəkək hər hansı bir üçbucaq. Məsələn, olsun bu ABS üçbucağı. ABS. Bizə deyirdi ki, AB'nin üzərində hər hansı bir D nöqtəsi olsun. Ayhan. Sonra deyir ki, D'nin AC və BC üzərinə dik iz düşümləri, yəni hündürlük kimi düşünə bilərik. Y və F. Baxın, bir bu olur, hündürlük AC-yə. Bir də BC-yə deyirdi, bu olur. Aha, bu da 90. Burada da 90. Bunlar ümid edirəm ki, aydındır. Gəlin buradan gedək. 90, 90. Aha. Sonra deyir ki, bunlar da Y və F'dir. Aha. Biri sırayla deyir AC'ye 7, BC'ye F'dir. Aydındır. Sonra deyir ki, Y və F'in AB'yə. İndi Y ilə F'dən AB'yə hündürlük çəkirik. Bu da Y1 ilə F1'dir. İndi buradan çəkirəm, də buradan çəkirəm. Deməli, bunlar da 90 dərəcə. Bura olsun deyir Y1. Burada deyir olsun F1. İndi biz deyir sübut ispat eləməliyik ki, Y1 F1 3 bölək 4'dür. İndi burada gəlin sahədən gedək. Bərabər tərəfli üçbucağın sahəsi A kvadratı kökdə 3 bölək 4 ilə hesablanırdı. İndi A tərəfdə 1-dirsə, deməli kökdə 3 bölək 4'dür sahə. Kökdə 3 bölək 4 bərabərdir nəyə? SABC-yə. Düzdürmü? Yəni üçbucağın sahəsindən bərabərdə. Bu da buradan da bir dənə xətt çəkək. S ilə D-ni birləşdirək. Bu da nəyə bərabərdir? SADC ilə SBDC-nin cəminə bərabər, düzdür? SADC üzərinə gəlsin SBDC. Bunu yazdıq. Sonra burada gəlin uyğun olaraq sahələr yerinə qoyaq. ABC-nin yox, gəlin birinci ADC-nin içini yerinə qoyaq. 2-də 1 YD vurulsun AC. AC. Gəlin içini yerinə qoysaq. FD vurulsun BC. Bu da ümumi üçbucağın sahəsinə bərabərdir. Buradan yazaq.
2-də 1 ümumi uzanın sahəsi y-də istəyəcək f-də yazaq. Şəklində yazaq. Buradan tapılır ki, y-d ilə f-d-nin cəmi kökdə 3 bölü 2-dir. İndi y1d də, baxın bu, y1d bərabərdir y-d-nin kökdə 3 bölü 2 mislinə. Digər tərəfdən də f1d də analoji olaraq bərabərdir f-d-nin kökdə 3 bölü 2 mislinə. Bunları tərəf-tərəfə toplasaq, y1d üstə gələk f1d bərabərdir kökdə 3 vuraq 2 vuraq kökdə 3 vuraq 2. Bu da eləyir 3 bölünsün 4. Və buradan da biz tapdıq ki, y1d ilə də bax bura ilə f1d-nin cəmi də bax haranı verir bizə? y1 f1-i verir. Biz də elə onu isbat eləməliydik ki, 4 3-ə bərabərdir və buradan da isbat bitər. Bu da bunun isbatı idi. Sonra keçək son sualımıza. Belə bir deməli denklem verilib və bunu biz həqiqi ədədlərdə bunların hamısı x1-dən yazıram x-nə kimi. Hər biri real ədədlər, yəni həqiqi ədədlər çoxluğuna aiddir. İndi bunu həll eləməliyik. Sual biraz yuxarı çəkim. Deməli, gəlin burada hər bir ifadəni özündən altdakı ifadədən çıxaq, yəni fərqlərini hesablayaq. Burada x2-lər gedəcək, qalacaq x1 çıxaq x3 bərabərdir bunların fərqinə. İndi bir dəfə bunların müxtəsərə əsasən bir dəfə fərqini, bir dəfə cəmini yazmalıyım. Cəmi də verib x1-in kvadratı. Bunu yazdıq. Gəlin hər birini analoji olaraq eləyəcək. Sonra məsələn bundan bunu çıxıram. x2 çıxaq x4. Qalır bununla bunun fərqi. Bir dəfə fərqini yazıram. Cəmlərini də x1 ilə x4-ün cəmini bizə verib x2-nin kvadratı. Yəni hər birini analoji olaraq belə yazaq. Sonuncusunu da yazsaq. x4 çıxaq x2 bərabərdir x2 çıxaq x3 vurulsun x4-ün kvadratı. Bu formaya gəlir. Burada məsələn deyək ki, x1 ən böyükləridir. Bunu ən böyük olaraq qəbul edək. İndi bu bərabərsizliyə, üzr istəyirəm, bərabərliyə əsasən x1 çıxaq x2 vurulsun x3-ün kvadratı. LHS, yəni sol tərəf sıfırdan kiçikdir. Çünki bir daha böyükdür axı. RHS amma sıfırdan böyükdür. Yəni bura müsbətdir. X3'dür. Burada müsbət olduğuna görə bu sıfırdan böyükdür. İndi buradan çıxır ki, x1 ilə x3 mütləq bərabər olmalıdır ki, bu denklem ödənsin. İndi x1 ilə x3'ü 0 götürək. Buradan x2 də 0 çıxar və analoji olaraq x4 də 0 çıxar. Deməli, bizim bir həllimiz hər birinin 0 olduğu bir qiymətdir. Sonra gəlin indi x1-i 0-dan fərqli bir qiymətini tapmağa çalışaq. Onda x3 çıxaq x4 vurulsun x1-in kvadratı bərabərdir 0-dırsa, x3 ilə x4 bir-birinə bərabərdir. x1 ilə x3, x4 bərabərdir, amma bunlar nədir? 0-dan fərqlidir. Yerinə qoyaq bayaq üçün x3 çıxaq x1 bərabərdir. x1 çıxaq x2 vuraq x3-ün kvadratı. Buradan x2 də bunlara bərabərdir və hər biri 0-dan fərqlidir. Bunu gətirib yerinə qoysaz görərsiniz ki, bunların hər birinin 2 qiymətində bu ödənir. Yəni bir həllimiz 0 0 0-dır, digər həllimiz də hər birinin 2 olduğu qiymətlərdə ödənilir. Bu da hər 5 sualın 5 sualında izahını verdim. Ümid edirəm ki, hər birinin izahı aydın olmuşdur.